Salam, hər vaxtınız xeyir olsun. İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin məlumat qrup üzvləri hər birinizi salamlayıram və məlumat üçün bildirmək istəyirəm ki, mən bu günlərim Şamil müəllimlə birlikdə bizim fəxrlərimiz olan şəhidlərimizi yad eləmək üçün Şəhidlər Xiyabanına gəlmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah məkanlarını cənnət eləsin. Allah-u Teala valideynlərinə səbir versin. Allahımız heç vaxt bir daha bizim millətimizə, devlətimizə şəhid qismət eləməsin. Həmişə sülh əmanlığı olsun və sizin hər birinizə də, hər birinizin də adından bütün şəhid valideynlərinə səbir diləyirəm. Dilirik daha doğrusu və Allah onların məkanını cənnət eləsin. Şəhidlər bizim baş tacımızdır. Şəhidlər bizim silinməz olan bir qəlbimizdə yerləri var. Onlar bizim ant yerimizdir demək istəyirəm. Allah bir daha cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Hörmətlə İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin sədri Balakən rayon üzrə Əli Bayramov və mənimlə birlikdə Şamil müəllim.